Ya Allah. Salam əziz dostlar, əziz xalqımız, əziz izləyicilərimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün sizə Məmmədoğulları servis deyilən bir ərazidə, Məmmədoğulları servisin arxa hissəsində daha doğrusu 7 otaqdan ibarət evimizi təqdim edirik. Yəni, turaq görsət. 7 otaqlı evdir. Gəl qardaşım. Demək, əziz dostlar, burada çox vacib bir məsələni diqqət üzə çatdırım. Deməli, bu ev konkret olaraq 2 ailənin yaşaması üçün inşa edilir. 2 ailə burada tam rahat ayrı-ayrı yaşaya bilir. Hətta buradan həyəti bölüb. Yəni, tam olaraq bir-birini görməmək də mümkündür, yəni, həyəti bölüb. Baxın, bu divara qədər, bu ev tikilib, ümumən 2,5 sotda tikilib. Baxın, bu divara qədər, yəni. Bu evin sahəsi bu divara qədərdir. Baxmayaq, oradan burada pəncərə var, hörülüb bağlanacaq, yəni. Deməli, aşağı mərtəbədə 4 otaq, hamam, sanuzel, mətbəx, yuxarı mərtəbədə 3 otaq, hamam, sanuzel, mətbəx, ümumən 7 otaqdır. Hər iki tərəfdə də hamam, sanuzel, mətbəx var. Yəni, tam qeyd etdiyim kimi, tam 2 ailənin yaşamaq üçün tam uyğun olaraq şəraitdə yaradılmış bir evdir, əziz dostlar. Demək, bu ev haqqında sizə məlumatları elə həyətdə verirəm ki, və çox danışmıyorum. Çünki otaqlar çoxdur, vaxtımız çox gedəcək. Tural, gəl zəhmət olmasa elə sən özün inşallah təqdim elə. Ya Allah, əziz dostlar, evin qapıdan içəri girəndə gördüyünüz belə bir geniş otaqdır, zaldır bura. Burada digər bir spalnisidir, yataq otağıdır, gördüyünüz kimi geniş və səliqəli. Bura evin mətbəx hissəsidir. Mətbəxdən də o tərəfdə hamam sanuzel var. Geniş, gördüyünüz kimi. Burada belə bir sanuzel, hamam sanuzeldir. Görürsünüz, geniş və səliqəli. Növbəti bir otaq sizə göstərim. Bir dənə saxla, onları deyim keçsinlər bir tərəfə. Gəl sıra. Əziz dostlar, girən kimi burada qonaq otağıdır. Təxminən bura 35-36 kvadratdır. Mətbəx, bir yataq otağı, bir də böyük yataq otağı buradadır. Pəncərəsləri səhətinə baxır. Aşağı mərtəbə tam hazır vəziyyətdədir. Yuxarı mərtəbənin aboyları qalıb. Orada da yaşayırlar amma yəni. Bir dənə aboy qalıb. Orada inşallah ev yiyəsi deyir ki, mən deyir özüm sənətkaram, ustayam. Onları özüm bunu verəcəm inşallah. Qiymətə daxildir. Burada aşağıda əlavə bir sanitar qovşağı. Buranın sanitar qovşağı da eləmək olar, kombindir. Orada istifadə olunmur, amma istifadə eləmək olar. Mətbəx. Gördüyünüz kimi qapıdan içəri girəndə burada belə bir mətbəxi var. Burada sağda sanuzeldir, hamam sanuzeldir. Buranın bir dənə lahirini qalır. Qonaq otağıdır girən kimi, bir də 3 yataq otağıdır. Elə gir və sürətli çək. Ətrafı yavaş-yavaş görsünlər. Pəncərələri də qarşı açıqdır, gördüyünüz kimi. İkinci bir otağıdır. Heç bir maneə yoxdur. Düzdür, bu evin təmirə
ehtiyacı var aboylara. Yuxarı mərtəbə hava vurulmalıdır. Aboy vurulmalıdır. Burada da geniş bir otaqda gördüğünüz kimi. Ev sahibi özü ustadır. İnşallah gözələcəklər. Burada da bir dənə sparingdir. Demək, əziz dostlar, əziz xalqımız, Allah sizlərə bərəkət versin. Bu evimiz, yenə də qeyd edeyim, Məmmədoğulları servis deyilən bir ərazidədir. 2,5 sotda inşa edilib, 2 ailənin yaşamaq üçün, 2 ailənin rahat yaşaya bilməsi üçün nəzərdə tutulub, yəni əvvəldən o fikirlə inşa olunub bu ev. Yuxarıda 4 otaq mətbəx hamam sanuzel, aşağıda yenə 3 otaq mətbəx hamam sanuzel. Əziz dostlar, evimizin qiyməti təyin olunub ilkin olaraq 130.000 manat. İnşallah ki, real müştəriyə indirim olacaq. Yəni ev yəsi satmaq istəyir, ona görə də özü deyib bizə ki, endirim eləyəcəm. O evin üzr istəyirəm, kombi sistemi də var. Bəli, kombi sistemi də var. İndi İran pensiyonunda olur. Heç amma indi kim istəyir, kombini quraşdırır, kombini işlədər. Xətırlər də var, hər şey qaydasındadır. Əziz dostlar, Allah alana da, satana da xeyir versin. Vəziyyəti keçən hər bir kəsə də xeyir versin. Səhifəmizə abunə olmağı unutmayın ki, yeni satış xanələrімizdən xəbərdar olasınız.